Küləkli hava şəraiti ilə bağlı bir xəbərdarlığı diqqətinizə çatdıracağıq. 19 aprel tarixli gündəm xəbərin efirində aprelin 19-u və 20-sində Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Belə ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda bildirilir, Bakıda və Abşeron yarımadasında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın və Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və küləyin sürəti isə 13,9 və 20,7 metr/saniyə təşkil eləmiş olacaq. Və digər ehtimal olaraq da narıncı xəbərdarlıqla bağlı da qeyd eləyək ki, Daşkəsən, Goranboy, Naftala, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik və Yardımlıda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək və küləyin sürəti isə 20,8 və 28,4 metr/saniyədək güclənmiş olacaq. Bir neçə gün öncə sizə məhz bu küləkli hava şəraiti ilə bağlı məhz Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi xəbərdarlığını diqqətinizə çatdırmışdıq. Belə ki, xüsusi olaraq yüngül instruksiyalı hansısa